Her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının bəza vəziyyəti onun xeyrinə değişecek. Ve mütləq güzel Göyçə torpağını da göreceksiniz. Salam, xoş gördük dəyərli tamaşaçılar. Bugünkü mövzumuz Heydər Əliyev olacaq. Və o Heydər Əliyev ki, ölkəmizin ən çətin vaxtında, respublikamızın ən kritik anlarında bir sümruq quşu kimi özünü Azərbaycana yetirdi və Azərbaycanı bütün bu bəlalardan xilas elədi. Bugün biz onun başqa bir keyfiyyətindən söz açmaq istəyirik. O da onunla həm bir yerdə işləyən, həm də uzun müddət onun portretini çəkən, necə deyərlər, onun bu və ya digər görüşlərdə şəkillərini, lentlərin yaddaşında əbədiləşdirən bir insanla sizi tanış eləmək istəyirəm. Bu da bizim Rafiq Bağırovdur. Rafiq müəllim deyəndə ki, 78 yaşım var, biraz çox təəccübləndim. Çünki mən onu çox cavan bir oğlan kimi tanıyırdım və bugün də yaddaşımda elə o ora-bura qaçan, əlində həmişə fotoaparatı olan, kamerası olan bir insan idi. Və nə xoş sizə ki, Rafiq müəllim, siz uzun illər boyu Ulu Öndərlə bir yerdə olmusunuz. Onun işlədiyi iş otağında, kabinetində, çoxsaylı xarici ölkə görüşlərində, ailəsində və bu məsuliyyəti yaşamağın özü sizin professionallığınızdan bəlkə də daha çətindir. Çox istərdim ki, bizi o günlərə aparasınız və ilk əvvəl belə bir şəkil sizə göstərmək istəyirəm. Bu bizim Heydər Əliyevlə ilk müsahibim olduğu gün idi. Bunu Ali Sovetdə çəkmişdik. O vaxt Ali Sovet adlanırdı. Ali Sovetdə çəkmişdik və o Naxçıvandan təzə gəlmişdi. Bir müsahibə verdi bizə. Mən bu şəkli çox əziz bir yadigar kimi qoruyub saxlayıram və istəyirəm sizlə bağlı görüşlərimiz, bu görüşümüzün əsas məqsədi odur ki, siz Ulu Öndəri necə xatırlayırsınız və siz bilavasitə bir yerdə işləmişsiniz. Uzun illər, dediniz 70-dən çox ölkədə onu müşayiət eləmişsiniz. Evet. Və hər şəklin özü bir əsərdir. Bugün Azərbaycanın idarə və təşkilatlarını, küçə və meydanlarını bəzəyən şəkillərin hamısının altında sizin imzanız var. Buyurun. O dahi şəxslə işləmək o qədər məsuliyyət tələb edir. Mənim yaddaşımda belə bir xatirə qalıb. Bakıya Margaret Thatcher gəlmişdi. O vaxt İngiltərənin baş naziri idi də, Margaret Thatcher. Və ikilikdə söhbət gedirdi və söhbət axırında Margaret Thatcher Heydər Əliyevə müraciət elədi ki, yaxşı, bu balaca bir şeydir. İndi siz bir balaca ermənilərə güzəş dediniz. Heydər Əliyev diqqətlə qulaq asdı. Sonra Margaret Thatcher bu söhbəti qutaranda dedi, indi mən sizinlə razıyam. Ancaq mənim də bir sualıma siz cavab verirsiniz. Dedi, nədir sual? Deyir ki, Falkland adası İngiltərədən 20 mindən kilometrdən uzaqdır. Özü Falkland adası Qarabağdan da bir kişiydi. Siz nə üçün bəs oranı təzədən, hətta siz ora avia daşıyıcı gəmi göndərdiniz. Neçə yüz adamlar qırıldı orada və siz onu əldən vermədiniz. Siz onu əldən versəydiniz, belə haqqınız olardı ki, mənimlə belə danışmağa. Ondan sonra Margaret Thatcher'dən bir neçə dəfə görüşmüşdü. Bir kəlmədə Qarabağ haqqında söhbət olmamışdı. Dəmir Ledini yerinə otuzdurdu. Yadınıza gəlir, Bakı-Subsa neft kəmərinin tikintisində əngəlliklər yaranmışdı. Bu əngəllilər nədən ibarət idi? Gürcü tərəfi elə bir şərtlər qoyurdular ki, doğrudan da gülməli idi. Hamı bilirdi ki, bu suni bir artırmadır. Və axırıncı dəfə mən belə bir şey şahidi oldum. O da Gürcüstanın baş naziri gəlmişdi prezidentlə görüşdə. Bunlar yeni bir təkliflə gəldilər ki, yox, bilirsiniz, bu çatmır. Cəmaat ayrı tələb eləyir, nə eləyir, başladılar belə. Prezident qulaq asdı
çox təmkinli adam idi. Siz elə belə yavaş-yavaş başa saldı ki, kimi ilə siz söhbət eləyirsiniz. Hə. Yəni qutardınız. Çox sağ olun, mən sizə təşəkkür edirəm, gəlmisiniz bura, yaxşı eləmisiniz. Ancaq mən belə bu görüşdən sonra belə bir qərara gəldim. Qərara gəldim ki, o xətt İrandan keçəcək. Mən Gürcüstanla biz alınmadı. İrandan keçəcək. Durdu, çıxdı, getdi. Sağ olun, təşəkkürlər də gedir. Bu delegasiya bir günə düşdü ki, bilirsiniz necə? Bilmirdilər neynəsinlər. Çünki tam dayandırdı danışıqları. Biraz geçdi. Bunlar yol axtardılar ki, necəsə qaytarsınlar. Başladılar oraya. Nəysə, uzatmıram. Yenidən görüşəndə dedilər ki, yox, hər şey qaydasındadır. Biz özümüz verəcəyik onların pulu. Hər bir çətin vəziyyətdən çıxmağı bacarırdı. Sizə şəxsi münasibəti necə idi? Yəni, həmişə yanınızda idi də. Mən bilirsiniz necədir? Bax, məni profesional edən o olub. Mən həvəskar fotoqraf idim. İlk günlər mən çox az çəkirdim. Az çəkirdim. Məsələn, bir görüşdən 5 kadr, 4 kadr. Bir gün məni çağırdı. Yaxşı, sən nə üçün? Mən fikir verirəm. 3 dənə, 4 dənə çəkirsən, çıxırsan. Sən bilirsən ki, məsələn, mən deyir ki, foto ilə məşğul olanda bilirdim ki, hansı kadrdasa kiminsə gözü bağlı olur, kiminsə nə bilim pis düşür. Sən lenti özün alırsan, dedim yox. Bəs nə üçün sən bu qədər şey? Bu axı sən bu görüşlərin hamısı tarixə düşür. Sən nə üçün az çəkirsən? O kəlmə təsəvvür edirsiniz, mənə gələcəkdə o qədər lazım oldu ki, o deyəndən sonra mən məsələn bir görüşü 5 dəfə, 6 dəfə artırladım. İndi görürəm ki, o kişi gələcəyi görürmüş. Hər cür məndən nəsə görüşdən hansı bir variant istəyirlər, hamısı var. O dövrdə biz fotolentə çəkirdik. Fotolentə çəkmək də çox çətin idi. Nəyə görə? Orada məsələn bir aparat 36 kadr çəkilməli idi. 36 kadrdan sonra dəyişilməlidir. O da vaxt tələb edir. Təsəvvür edirsiniz ki, biz Amerikan prezidentinin yanına, mən həmişə böyük dövlət başçılarının yanına mən tək girirdim. Çəkirsən və bu da yenə də deyirəm ki, elə bir tarixi hadisədir ki, orada hər an öz mənası var. Mənası var. Mən 2 aparatla çəkirdim. Biri ilə çəkib o qutaranda keçirdim o birisinə və bir çətinlik yaradırdı. İndiki dövrdə çəkmək o qədər asanlaşıb ki, bilirsiniz, məhtəl qalırsan ki, bu texnika necə inkişaf eləyir. Yaddaşı çox. Yaddaşı bir balaca bir flaşkada 10.000 şəkil çəkmək olar. Nə onu aparatı dəyişmək lazımdır. Çək. Belə. Ancaq belə bir dövrdə mən yenə də deyirəm, xoşbəxtəm ki, bütün o tarixi görüşlərdə hamısının əksini indi tarix kimi məndə qalıb o arxiv materiallarımda var. Sizə bir dənə də şey deyim ki, bu yaxınlarda bizim yeni bir kitabımız çıxacaq. Kitab deyəndə ki, Heydər Əliyevin ensiklopediyası, 2 hissədən ibarət ensiklopediyası. Orada da prezidentlik dövründə çəkilən bütün şəkillərin müəllifi mənəm. Bu yaxında baxış keçirdi. Çox yüksək səviyyədə qəbul olundu. Siz ailədə də çəkmişsiniz də şəkilləri. Bəli, mən bilirsiniz, Heydər Əliyevi bəziləri biraz
Elə bilirdilər ki, qaraqabaq belə. Rəsmi adamı kimin həmişə təsəvvür edir. Ancaq bu o qədər sadə adam idi ki, məsələn mən onun evdə olan münasibəti, ailəyə olan münasibəti hamısında mən yeni Heydər Əliyev kəşf eləyirdim. Bilirsiniz, Heydər Əliyev planlaşdırılmamış görüşlər olurdu. Çıxırdı şəhərə, gəzirdi. Onun yaddaşı, mən dəhşətə gəlirdim. Biz gəlmişik, planlaşdırılmamış bir yerdir. Kimisə gördü, Adı ilə müraciət edir. atasının adını, nə bilim, nəslinin hamısını qoyurdu qabağa, bu qalırdı o belə. Çox gözəl. Rəhməm, onun haqqında günlərlə, bəlkə də illərlə söhbət eləsən bitməz, tükənməz. Amma biz bugün hamımız böyük belə arxayınçılıqla deyə bilərik ki, onun əməlləri yaşayır. Bəli. Onun qoyduğu yolla gedən prezidentimiz onun ideyalarını davam elətdirir. Onun ailəsi, onun gələcəyinə ümid bəslədiyi insanlar, xalq onu heç vaxt unutmur. Heç vaxt. Təbii ki, bugün hər bir vətəndaşımız onun o möhtəşəm heykəli qarşısında baş əyəndə fikirləşir və ürəyində, ən azı ürəyində deyir ki, Allah nə yaxşı səni bizə yetirdi. Allah nə yaxşı səni xilaskar qismində bu Azərbaycana yenidən qaytardı. Və Azərbaycan durduqca, Azərbaycan yaşadıqca mənə elə gəlir onun adı da yaşayacaq, əməlləri də yaşayacaq və hər dəfə sizin kimi insanlar ki, ondan bilavasitə 30 ildən çox bir yerdə işləyən adamlar var, onlarla söhbət eləyəndə məhz onun sadəliyindən, onun o insanlara münasibətindən bu cür həvəslə ki, danışırsınız, bu da onun bir xüsusiyyətidir. İnsanın ən böyük xüsusiyyəti onun sadəliyidir, deyərdi həmişə və o sadəliyin də cavabı budur ki, xalq, millət Heydər Əliyev deyəndə mütləq və mütləq ayağa qalxır ki, onun o əməllərini, minnətdarlıq hissini bir daha bildirsin. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun ki, xatırladıq onu bərabər və hər dəfə o şəkillərdən boylanan, divarlardan boylanan, o rəsmlərinə baxanda mən sizi xatırlayıram. Çünki deyirsiniz ki, 30 ildən çox son əsərlərin hamısı məhz ona həsr olunub sizin işlərinizin. Çox sağ olun, Allah sizi var eləsin və təşəkkür edirəm ki, bizi qırmadınız, gəldiniz. Nə deyə bilərdiniz son olaraq? Sizə bir vətəndaş kimi uzun illər onu tanıyan Son olaraq onu deyə bilərəm ki, bilirsiniz, mənim ən çox arzuladığım bir sıra məsələlər də var idi ki, məsələn, onun o nüfuzu sahəsində mən bunları nail olmuşam da o arzularıma. Arzularımın ən böyük arzum o idi ki, mən dünyanı gəzim. Heydər Əliyevin nüfuzu sahəsində biz elə yerlərdə olmuşuq ki, elə ölkələrdə, elə yerlərdə olmuşuq ki, o heç deyirəm də nə qədər sən varlı olsan onu girə bilmərsən, o ilə tanış ola bilmərsən. Məsələn, mən sizə deyim, biz o ilə Səudiyyə Ərəbistanında bizim Məkkənin, Kəbənin içində onun nüfuzu sahəsində o Kəbə qapısı açıldı və biz onun içərisində olduq. Bu mümkün deyil. Məsələn, adi adam heç vaxt ora buraxılmaz. Və yaxud da Yaponiyanın imperator sarayında təsəvvür edirsiniz. O qədər belə, Yaponlar özləri bizdən soruşurdu ki, orada nə var, nə yox belə. Və bunun kimi çox faktlar var ki, biz elə bir yerlərdə olmuşuq ki, adi bir insan ora, məsələn, çətin girsin. Buna görə də yenə həmişə deyirəm ki, Allah ona rəhmət eləsin və bu şəxs mənim həyatımda böyük bir dönüş yaratdı. Hörmətli tamaşaçılar, yəqin ki, siz hər yerdə, hər zaman Heydər Əliyevin portretlərini görürsünüz. Müxtəlif dövrlərdə çəkilmiş şəkillərini görürsünüz və o şəkillərin müəllifi bizim Rafiq Bağırovdur. Və bundan sonra o şəkillərə baxanda düşünün ki, dünyanı gəzmək istəyən gənc bir oğlanın məhz Heydər Əliyev sayəsində bu arzusu gerçəkləşib və 80-dən çox ölkədə onunla bərabər
varlı, dövlətli, nüfuzlu adamların əli çatmayan obyektlərdə, əli çatmayan yerlərdə olub və onun gözü ilə bu dünyaya baxıb. Mən sizə təşəkkür edirəm bir daha gəldiyiniz üçün və bundan sonra harda Heydər Əliyevin portretini görəndə sizi xatırlayacağam. Var olasınız. Var olun.